Noyabrın 14-ü xeyirxah ağsaqqalımız Qurbanxan Pirəliyevin 85 yaşı tamam olur. Bu münasibətlə Qurbanxan əmini təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq. Həmişə gümrah və uca olasan, üzün vururuq xeyirxah ağsaqqalımız. Ol sözümdən yarandı varlıq, olub səpələndi yer üzünə bəşər övladları. Qurbanxan Pirəliyevin bəxtinə Azərbaycanın gün doğar məkanı yazıldı ulu tanrıdan. Neftçalada, Kürün ləpə döyənində dünyaya gəldi. Torpağı, dənizi, vətən genişliyini, bir də günəşi, göy üzünü sevdi. Ömür gününü bu torpağa bağladı. Mən 1940-cı ildə Salyan rayonunun Xolqaraşlı kəndində anadan olmuşam. Birinci sinifə isə Rusiyada getmişəm. Çünki atam vaxtı ilə 45-ci ildə əsir düşmüşdü Almanlara. O geri qaydanda buraxmadılar ölkəyə, kəndimizə. Dedilər ki, qalacaqsınız Kömürovada, orada daş kömür hövzəsində 5 il işləyəcəksiniz bizə. Cəza verdilər onlara. Yaxşı işinə görə buna icazə verirlər ki, 10 gün gec-gəlin ayrılıq gətkilən Kömürovaya. Atam gəldi, bizi götürdü, apardı Kömürovaya. Onda mənim var idi 8 yaşım. 48-ci ildə olub bu. ...48-ci ildə getdik Rusiyaya, 51-ci ildə gəldik Azərbaycana. Gəldik Azərbaycana, burada atam başladı, Lapatin deyilən yer var. İndi hazırda Xəzər adlanır, Xəzər kənddir. Orada atam fəaliyyətə başladı. Mən isə təzədən 1-ci sinifə getdim. Amma Rusiyada isə 1-ci sinifə oxumuşdum. Doğulub boya başa çatdığı Xolqaraqaşlı ilə baş həkim işlədiyi xıllı qəsəbə ilə can bir qəlbdə döyündü. Həsən kişinin, Meyxanım ananın yeganə, əziz xələf övladı oldu Qurbanxan Pirəliyev. Özü tək oğul olsa da 9 övlad sahibi oldu Qurbanxan kişi. 9 uşağım var mənim. 6 dənə oğlandı, 3 qızdı. Mən isə tək olmuşam. Bunlar deməli, hamısı sağ-sağlam yaşayırlar, hazırda işləyirlər də. Bizim atamız, bizim ağsaqqalımız, bizim başımızın ucası. Bu insan tarixi hadisələr yaşayıbdı. Ailədə 6 qardaşıq, 3 bacıyıq. Yəni həyatda bu yüzden biz hamımız, yəni atamızdan çox razıyıq. Atamızdan fəxr edirik ki, tarixdə bizə ata belə qismət olublar. Baş tacımız olub. Biz həmişə atamla fəxrləmişik. Ailəmizə həmişə ürəkdirək verib. Həmişə də çalışıb ki, bizi düz yola çəksin. Müdriklərin bir kəlamı var ki, dənizin suyunu, tamını, keyfiyyətini bilmək üçün şərt deyil ki, bütün dənizi içəsən. Ondan bir qurtum uçsan belə, bilirsən ki, bu dənizin tamı necədir, suyunun tərkibi nədən ibarətdir. İnsan da beləcədir. İnsanı öyrənmək üçün əlbəttə uzun vaxt lazımdır. Ancaq elə məqamlar olur ki, insanın bir hərəkətindən, bir detalından onun hardan gəldiyini, hara getdiyini bilmək olur. Qurbanxan kişidə mənim üçün son 1-2 ayın kəşfi olsa da, hərəkətlərində, danışığında, ahıllığında elə məqamları sezmişəm, elə məqamları görmüşəm ki, bu bəs eləyir mənə o adamın kimliyini
müəyyən eləməyə. Sədi Şirazinin bir sözü var. Deyirlər ki, daşdan çıxır cavahir, lakin hər daşdan bir cavahir olmaz. Hər yerdən görünən Süxən ulduzu, lakin hər məkanda təsir bir olmaz. Həqiqət də belədir. Biz əgər qızıl gümüş axtarsaq, harada axtaracaq? Torpaqda. Lakin gedək torpağın hər hansı bir hissəsində əlimizi uzadaq. O qızılı tapa bilərikmi? Xeyr. Süxən ulduzu ən işıqlı, ən gözəl, ətrafa işıq saçan bir ulduzdur. Lakin məkanın hər yerində o ulduzu biz görə bilərik, işığını. Qurbanxan doktor o şəxsdir ki, o Sədi Şirazının onun haqqında dediyim ki, misalı mənə ona hardasa aid etməyə dəyər. Dost kimi, qardaş kimi çox səmimi bir yoldaşdır. O, ən çətin anlarda, misal üçün, sənin bir işin düşsə ki, həkim, mən falan məsələdən, xəstələrdən əziyyət çəkirəm, bir şikayət olmuş olsa, həmin dəqiqə onun yanında olmağa hazır olur və həmişə də həkim kimi nə bacarırsa onu eləyir və çalışır ki, xəstə demək sağalsın. Vaxtilə burada bu kənddə, Xolqarışlı kənddə baş həkim gəlib işləyib. Sonra Neftçala rayonunda şöbə müdiri işləyib. Sonra Neftçala rayonunun Xılıq qəsəbində baş həkim işləyib. Bu həyəti rəhmətli Püsəliyev Həsən Gülalıoğlu mənim atam 50 il bundan qabaq gəlib bu yurdu götürübdü. Amma müharibə dövründə bu Xolqaraşı kəndində hesab rəsm bir 15-20 ev var idi. Hamısı dağılmışdı. Boşluq idi buralıq. Necə ki, əhali özünə gəldi. Əhali özünə gələndən sonra başladılar çay boyu evlər düşməyə. Atam da gəldi burada özünə köhnə yurdunu götürdü, tikdi ev. Göz açıb ilk kövrək addımlarını atdığı Ucqar kəndin təmiz havası, dan üzünün qızartısı, Akkuşanın axar-baxarlı sahillərinin təmizliyi onun ömürlük yaddaşına yazıldı. O, saflığı, duruluğu özünə yol yoldaşı, könül ortağı elədi. Mən hara gedirəmsə gedim, ya Bakıda, ya Şəkidə, ya Neftçalada nəsə bu doğuma, bu şor torpağı məni çəkir. Çəkir, elə bir maqnit var burada. Torpaqsız deməli, vətən yoxdur ki, torpaq hamının vətənidir. Mənim də bu şor torpağıma qurban olum mən. Mən bu torpağımı çox sevirəm. Ona görə tez-tez, həftədə ən az bəzən 2 dəfə gəlirəm bu ana torpağıma, atamın yurduna gəlirəm. Burada bir çörək yeyirəm, çay içirəm, uzanıb yatıram. Rahat-rahat, atam tikən evdir. Mənim canıma böyle yağla bal kimi yaşır. Elə bir yağ, bal yeyirəm burada mən. Hər şeyin bir əsası var. İnsanların, mən həkiməm deyə bu gəlib buna istifadə eləyək ki, insanların elə səviyyə tutması onun genindən asılıdır. Mən Qurbanxan doktorun geninə hörmət edir bu məntiqi dedim. Niyə görə? Görünür o onun özünə bunlar hardansa gəlib. Düzdür, cəmiyyət də insanlara təsir edir. Cəmiyyət də insanın qabiliyyəti olmasına kömək edir. Lakin istər-istəməz gönün rolu böyükdür. Doktorun geni də böyüdü. Mən eşitmişəm, onun atası haqqında da çox məlumatlar etmişəm. Nə qədər xalqa xidmət edən olub.
Deməli, orta məktəb qutarandan sonra getdim, Əlcəsur məktəbində oxudum. Əlcəsur məktəbində fərqlənmə diplomu ilə qutardım, getdim, işlədim aptek müdürü kəndimizdə. Deməli, o zamanlarda, Sovet vaxtında ticarətçiyə biraz yaxşı baxmırlardı. Mən də baxdım, gördüm ki, bu da ticarət dili alır. Mən onun kənarında qaldım. Getdim, instituta girdim. Tibb institutuna girdim, müalicə profilaktika fakültəsinə. Oranda qutarandan sonra gəldim doğma kəndimizə, Xolqaraşı kəndində baş həkim işlədim. Oradan da gəldim Neftçalaya, Neftçalada mərkəzi xəstəxananın baş həkim müavini işlədim. Sonra mənim işimin yaxşı olduğundan güya mənə göndərdilər Xıllı xəstəxanada baş həkim. Hal-hazırda isə Yodbrom zavodunda həkim işləyirəm. Həkimlər hər səhər, hər axşam çağı ölümlə vuruşan vətən əskəri. Doğrudan da Qurbaxan doktoru hər dəfə vətən əskəri vətənə necə xidmət edirsə, bu həkim də elinə, obasına, xalqına, darda qalan varsa, Allah heç kəsi darda qoymasın, həmişə öz müalicəsi ilə kömək eləyib. Volkan mənim olduqca həssas, xeyirxah və ailəcanlı bir insandır. Onun eyni zamanda işlədiyi müəssisələrdə uzun müddət burada o xəstəxanada baş həkim işləyir. O vaxtdan, yəni baş həkim işlədiyi dövrdən nə qədər hamının demək olar ki, hörməti qazanıb, el arasında onu çox sevirlər, onun həkimlik qabiliyyətdə, bacarığını yüksək qiymətləndirirlər və ona görə də Qurbaxan həkim vaxtında nə qədər yaxşı, nə qədər xoşa gələn, nə qədər ürək yatan sözlər, ifadələr varsa, hamısı ona layiqdir. Bakı Əczaçılıq Texnikumunu bitirdi. Tibb institutunda təhsil aldı. Ömür yolu çox dolanbaclardan keçib gəldi. Canındakı, qanındakı saflıq daim uğruna xeyirxah, işıqlı insanları çıxartdı. İnsanı, insanlığı sevdiyi üçün xas kişi yığınağında yeri, urvatı daim uca oldu. Söhbətin birində deyir ki, mən əvvəl əczaçı idim. Dedim, biraz işləyim, görün bu nə sənətdir. Baxdım ki, deyir, bu sənətin mahiyyətində biraz ticarət meyilliliyi var. Yəni, dərman al, sat. Baxdım ki, deyir, bu algı, satqı mənlik deyil. Ona görə yönəldim həkimliyə, müalicə həkimliyinə. Və indi nə dərman satıram, nə ticarət qururam, bacardığım həkim kimi, bacardığım xeyirxahlıqları xəstələrimdən əsirgəmirəm. Var olsun belə kişini, elinlə, obasınla, yurdunla, mahalınla həmişə var olsun, şen olsun. Və həmişə elə bilirəm ki, bu insanların yadında, yaddaşında xoş qalacaq Qurbanxan kişi. Doktor Qurbanxan xəstəxanada işləyəndə gedirdim də xaloğlum gələ. Bir də görürdüm ki, gecə saat 10-da, 11-in yarısında, bəzən də olurdu 12-də. Dedi, xaloğlu dur gedək. Dedim, xaloğlu hara gedir bu vaxt? Dedi, xəstələrim var, narahatam. Gedim, baxım, görüm olan vəziyyəti nətərdir. İşindən əlavə gecə yarısı gedirdi, xəstələrin yoxlayırdı. Öz sənətini ürəkdən sevən, ona bağlanan və həmişə də özlərində çalışıb işləyən və öz biliyini təkmilləşdirən təcrübəli, bacarıqlı və hörmətə layiq bir həkimdir, bir insandır ki, tanıyırım onu. Deməli, Akademik Vişnevski, SSRİ-nin baş cərrahı Akademik Struçkov ailəsi ilə birlikdə gəlmişlər bizə Qızılağac qovuruğunda ova. Onlarla bir yerdə şəklimiz də var. Hətta məni onlar aparmaq istəyirlərdi institutlarından sonra Moskvaya, Vişnevski institutuna işləməyə. Mən də o vaxt ailəli idim, 2 uşağım vardı.
Fikirləşdim ki, mən ailəmlə gedib Moskva şəhərində necə yaşaya bilərəm ailəmlə. Getmədim. Amma kursa getmişdim Bakıya. Kursda məni kafedra müdürü vardı, Hüseynov. Mənə dedi ki, gəl sən burada saxlayayım, elmi işçi kimi. Elmiş adam oldu. Mən də dedim ki, mənə burada ev verəcəksiniz. Ya da dedi ki, ev çətindir. Sən 3-4 il işləyəndən sonra bəlkə ev olacaq bu. Mən ailəmi nəzərə aldım, mən getmədim Bakıda işləməyə. Hətta mənim haqqımda Sumqayıtdan gələn, Bakıdan gələn, sonra Gürcüstandan gələn, müxtəlif yerlərdən gələn, Lənkərandan gələn, Masaldan gələnlər gəlirlərdi öt kisəsini daş çıxartdırmağa mənim yanıma, Xırlı qəsəbə xəstəxanasına. Bunlar da götürüb yazıblar SSR Səhiyyə Nazirliyinə. Ki, necə olur ki, biz Sumqayıtdan, Bakıdan gəlirik Neftçala rayonunun Xırlı qəsəbəsinə. Ola bilməz ki, bu adam gətirəsin Bakıda işləyə, bu burada bizə xidmət eləyə. Məni deməli işdən çıxartdılar burada. Sən gedəsən Bakıya. Demə, balam, qardaşım, qurban olmuşsa, mən nətər gedə bilərəm Bakıya? Qardaş, mən çağırdılar Bakıya, getdim. Dedilər ki, onda sən bura qol çəkinən ki, sən qalmaq istəyirsən kənddə. Mən də yazdım ki, qalmaq istəyirəm kənddə. Həkim kimi də dünya miqyasında tanınmış bir həkim olubdu. Yəni necə deyirlər, istər-istəməz hardasa o vaxtı böyrəkdən daş çıxardıbdı. Elə o vaxtı aparat elə istehsa olunmamışdı, elə bir aparat yox idi. Dedi ki, xaloğlu gəl yenə mənim konspektim var, gəl bunu axtaraq tapaq. Dedim, nə konspekti? Dedi ki, öz kisəsindən daş çıxartmaq üçün o vaxtı yazmışam. Onu tapsaydı qayalı olardı. Köməkləşdi, kitabın, konspektin formasını tapdıq. Tapandan sonra doktor Qurbanxan o qədər sevindi ki, başladı həmin o deməli, xaricdə qazandığı təcrübə ilə insanların öz kisəsindən daş çıxartmağa. O vaxtı təsadüfi adamlar öz kisəsindən daş çıxardırdılar. Çox çətin idi. Xalqına xidmət etdikcə ömrünə məna gələn, şair təbiətli təbib, qayğıkeş ailə başçısı, tərbiyəli övladlar atası Pirəliyev Qurbanxan üçün müəllifdən xatirə. Bu kitabların yazılmasına əsas səbəbi oldu rəhmətli atam. Dedim ki, mən nə edə bilərəm ki, atamın borcundan çıxım. Çox oturdum, çox yazıçılar birliyinə, harasa yazdım, göndərdim kitab kimi. Onlar baxdılar da ki, sən pedaqoji savadın yox, ədəbi savadın yox, sən həkimsən də. O vaxtlar heç kim yaxın düşmədi mənə ki, o kitabı dərk eləmə. Belə oldu ki, yol oldu, imkan oldu, mən kitab dərc elədim. Bu kitablardan biri yaddaş oldu. Atam üçün deməli bunu bir töhfə verdim atama, elə bil. Nə varsa həyatımızda, ailədə, evladlarıma falan hamısını orada qeyd elədim. İnsan bir dövrdən sonra nə qədər böyük qüvvəyə, nə qədər bir hörmətə malik olsa da insanın keçmişi nəzərə alınmalıdır. Doktorun insanın müəyyən dövrdən sonra nə böyük özü zəhməti hesabına ucalıq gətiribsə, onun ikinci cəhəti onun yetişdirməsidir. Doktorun yetişdirmələri var, evladları var, hansı ki, bu günləri Azərbaycana lazım olan bir evladlar yetişdirib o. Bunu heç vaxtı gizlətmək olmaz. Hörmətli Qurbanxan həkim, hərb bizim üçün qurtarmayıb. Acı tüstüsü bizi boğur. Siz əbədi cəbhədəsiniz. İnsanların lal haraylarını hər gün eşidirsiniz. Uğurlu döyüşəsiniz, qardaşım. Ürəyim dolandan, ağlım kəsəndən bir vətən göyərir mənim içimdə.
doğrudan da Qurbanxan doktorunun qəlbində vətən məhəbbəti var. Azərbaycanı, yurdumuzu çox sevir. Harda şən, bayraq görəndə vətəni, Azərbaycanı məqalələrində, onun neçə cür Gündoğar qəzetində burada nə barədə sağlamlıq haqqında, həkim haqqında çoxlu yazıları gedib. Gözəl bir insandır, kitab müəllifidir, qayğıkeş atadır, dost, qardaş yanında ömrünü hər şeyə qurban verəndir. Yaddaş kitabım var. Sonra düşüncələr yazmışam. Sonra ömürdən qalan illər yazmışam. Məntiq, psixika, idrak, təfəkkür, sağlamlıq kitabı yazmışam. Sağlamlıq hər kəsin öz əlindədir kitabı yazmışam ki, əhali arasında profilaktika olsun. Bu kitab yayılsın, əhali də ilk yardım üçün, təcili yardım üçün də bir başqa yerə getməsinlər. Bu kitabdan istifadə eləsinlər. Ona görə sağlamlıq hər kəsin öz əlində kitabı hədiyyə eləmişəm. Cəmaata paylamışam. Mən nə kitab yazmışamsa, satış orada olmayıbdı. Hətta o sağlamlıq hər kəsin öz əlindədir. Masallıda tibb məktəbi var. Onlara 200 kitab göndərmişəm. Demişəm ki, bunu kasıb uşaqlarına paylayın. Oradakı yoldaşlar da mənə təşəkkür edirlər ki, biz başqa kitablardan istifadə edirdik, oradan-buradan istifadə edirdik mühazirə oxuyanda. Nə yaxşı bu kitab var, bu bizim proqramımızdır burada. Çiynində daşıdığı insan cavabdehliyinin yükünü bilən adamdır. 83 illik ömründə bəs qədər gördüyü işlər olub. Yaxşı həkim kimi tanınıb, yaxşı qələm adamı kimi öz ailə şəcərəsinin kökünlə bağlı xatirə povest yazıb, yaddaş adında. Həkim sənətidir, təbii bu sənət hamıya lazımdır. Həkim kimi bu sənətin xeyrini əhaliyə, insanlara, öz cəmaatına öyrətmək üçün kitablar çap elətdirib, yazılar yazıb, təki insanlar bundan bir qədər bəhrələnsinlər. Mən hətta yadımdadır, bəzi elmi işləri görəndə mən ondan çox gəlib məsləhətlər almışam. Və onun məsləhətləri mənə həmişə kömək eləyib. O mənada kömək eləyib ki, insanın elmi olması ilə bərabər insanlara qayğı münasibətlərində gərək kiməsə istinad eləyəsən, kimdənsə öyrənəsən. Mən Qurbanxan doktordan o şeyləri öyrənmişəm və ona görə də deməli, hardasa həm özüm başım ucaq olub, həm də onun başı ucaq olub ki, çünki mən onun tələbəsi kimi, ondan qayğı görən, ondan söz öyrənən bir şəxs kimi hardasa deməli, mənim bu yolum olub. Qurbanxan doktor rayonumuzda çox böyük nüfuza malikdir. O, özünə məxsus hörmət qazanıb, öz həkimliyi ilə, öz sənəti ilə və tək bununla yekunlaşmayıb. Bundan sonra o, deyək ki, informasiya vasitələrində tez-tez çıxış eləyib, öz bildiyini özündə saxlamayıb, onu təbliğ eləyib, əsl təbliğatçıya çevrilib və o həkimliyin sirlərin elimizə, obamıza aşılayıb və onun da, yəni ki, çox böyük xeyri olub. Əvvəla desəm, biraz bəlkə də xoşa gəlməz, amma gəldim ki, bu namaz qılmaq ki var, namaz sağlamlıqdır da. Gündə 5 dəfə əli, ayağı, üzü yuyursan deməli, namaz qılanda, bu təmizlikdir, sanitariyadır bu. Eyni zamanda da o ritualları yerinə getirəndə gör nə qədər əzəllərin hərəkətə gəlir. Mən bunu kitabda yazmışam, namaz kitabında yazmışam mən bunu. Ki, insan əyləndə, düzələndə, rüküyə gedəndə, məsəl üçün, hansı əzəllər hərəkət eləyir, hansı oynaqlar hərəkət eləyir, hansı deməli, gözün hara baxır, göz oynaqlarını necə ayaq edir. Ona görə bu, insanlara lazımdır bu. Mən hər bir şəxsə məsləhət eləyərəm ki, namaz qılsın. Çünki namazı ona görə ki, qılmalıdır ki, bu onu məcbur eləyir, namaz onu məcbur eləyir ki, hərəkət eləsin burada.
Qurbanxan qardaşım xanlar xanıdır. Dünyanın ən ülvü bir insanıdır. Təbib qeyrəti ilə, Loğman təbi ilə xalqa xidmət edir, xalqı tanıdır. Sorsan ürəyindən gəlib keçəni, müqəddəs dostluğun aşiyanıdır. Su kimi dupdurudur, haqqa, həqiqətə doğru elə asant yönəlir ki, bu insanın kamilliyinə, bu insanın ruhdan törədiyinə sanki heyran qalırsan. Düşünürəm ki, nələrsə eləməmişəm mən. Gərək bunları eləyirdim. Məsələn, mən Məşədə, Kəlbəlaya həcə getmişəm. Bundan sonra məndə müəyyən əl açıqlıq, qəlb təmizliyi, yolda görəndə kiməsə bir kömək eləmək, maddi, mənəvi kömək. Bu saat mənim bağışlayın, biraz pis çıxmasın, böyüklük çıxmasın. Mən hal-hazırda insanlara çalışıram ki, həm mənəvi, həm maddi kömək eləyəm. Onu mən sevirəm, özüm sevirəm. Mesela birine bir kömək eləyəndə, maddi cəhətdən də sevinirəm. Elə bilirəm ki, mənə bağışlayın. Mənim cibimdə məsəl üçün 1 manat yox, 1000 manat pulum var. Bunu hədiyyəni eləyəndə. Sevinirəm, çox sevinirəm. Bu sevinmək biraz da məni, necə deyirlər, xoş tutur. Əhval-ruhiyyəm yaxşı olur. Əsəblərim sakitləşir. Məmməd Arazın məşhur bir şeirindən bir-iki bəndi demək istəyirəm. Yenə dağ başında dənərləndi, çal, yenə zirvələrin həsrətində qal. Sel qopdu, dəryə düşdü qalmağal, bir ocaq başında bir isinməsək, sən kimə gərəksən, mən kimə gərək. Qurbanxan kişi məhz insanlarla bir ocağın başında isinib, ona gərək olmağı bilən adamdır. Və bacardıqca ona can atan adamdır. Həqiqətən də Qurbanxan doktor Neçələr rayonunda böyük hörmətə malik və zəhmət çəkmiş bir insandır. Onun özəlliyi ondadır ki, bu şəxs həm gözəl təbib, xalq arasında hörmətə malik, kəndimizdə, şəhərimizdə gözəl hörmətə malik bir şəxs olub, insanların qayğısını çəkən bir insan olub. Onun özəlliyi də bir ondadır ki, o ədəbiyyatçı olub. Biz də bilirik ki, ədəbiyyatçılar çox böyük humanizmə malik olurlar. Elə həkimlər də həqiqətən də tibb işçiləri humanizm cəhətdən heç də geri qalmırlar. Lakin bu şəxsdə bunlar toplanıb, ikisi bir yerdədir. Əslində mən Qurbanxan həkimi xoşbəxt insan hesab edirəm. Elə həkim olmaq xoşbəxtlikdir. Yəni mən də özüm də gənc vaxtlarımda həkim olmaq istəyirdim. Nəsə həyat elə gətirdi ki, mən mühəndis, müəllim oldum kənd təsərrüfatı üzrə. Yəni amma onlara qibtə eləyirəm yaxşı mənada. Həsəd aparıram həkimlərə və o cümlədən Qurbanxan doktora Allah ona ömür versin, can sağlığı versin, xoş günlər qismət eləsin. Çox gözəl ziyalımızdır, təbliğatçımızdır. Bax biz onu belə tanıyırıq eldə, obada. Bütün insanlar onu yəni hörmətli insan kimi, ziyalı bir həkim kimi tanıyırlar. Allah onu gönlünə qədər sevib ki, bu vaxta kimi gümrah, yüksək əhval ruhu ilə 83 ildir yaşayır. İndi də xalqın, insanın, cəmiyyətin amalı ilə yaşayır. Ona Allahdan can sağlığı arzu edirəm. Arzu edirəm ki, yerdə qalan arzular da həyata keçsin inşallah. Vaxtilə Kofi Annana məktub göndərib, sonra Şevarnadze, demək olar ki, Bill Clinton keçmiş Amerika Birləşmiş Ştatlarının prezidentinə və bu o vaxtı Dağlıq Qarabağ məsələsi ilə əlaqədar bu şeyi həyata öz məktubunu, öz narazılığını bildirmişdir. Qurbanxan Pirəliyev yurdu, vətəni, Azərbaycanı çox sevir.
Qarabağ olayları başlayandan anasının arzu və təklifi ilə dünyanın bir çox güc, ixtiyar sahiblərinə məktub yazıb, torpağın dilsiz ağrısına çarə bulmağa çalışıb. Bu, Qurbanxan kişinin və anasının yurt təəssübkeşliyi, vətən sevgisidir. Bu sevgidir Qurbanxan Pirəliyevi yaşadan. Allahıma çox şükür, min şükür, mənə 83 yaş yaşadıbdı. Bu yaşadığım müddət ərzində hər bir adamda olduğu kimi yolun əyrisi də olur, düzü də olur, yoxuşu da olur, düzü də olur, dağı da olur, təpəsi də olur. Amma bu yollarda Allah mənə qoymayıb büdürəməmişəm. Büdürəməmişəm. Allahım qoymayıb mənə büdürəməyə. Salamat bu yolla gəlmişəm, salamat bu yolla gedirəm. Allahıma mən qurban olam, canım qurban olsun Tanrıma.